Bu dişi çəkəcəyik. Bu artıq sümükdə deyil, ətdən sallanmış bir formadadır və pasiyentə dəhşət əziyyət verir. Bax belə. Hə? Bax, diş praktik olaraq sağlam kimi görünür, amma damaq xəstə olduğu üçün burada sümük çəkilmişdir. Sizlər də damağınız xəstədirsə, mütləq müalicə almalısınız. Vaxtaşırı ki, bax, gəlib növbəti belə bir hala gəlib çatmasın. Artıq bu əziyyət verir pasiyentə, yeyib içə bilmir. Bunlarda isə hələ ki var möhkəmlik. Yəni damaqlar mütləq müalicə olunmalıdır ki, dişlər belə laxlayıb tökülməsin. Heç nə olmayan yerdə dişlər sapasağlam diş laxlayıb tökülür. Yəni xırda bir qaraltısı var, onları düzəltmək olardı, amma bax belə. Və eyni ağızda buranı da göstərim. Damaq xəstəliyi ən çox burada görünür. Burada da görürsünüz ki, əvvəl məsələn diş ətləri burada olub, sümük 1-2 mm ondan aşağıda olur. Burada əriyib, çəkilib sümük. Belə də bir laxlamalar var. Çünki diş daşları daha böyük olub əvvəl. Daha böyük olduğu, diş daşları böyük olduğu üçün ət qaçır diş daşından ki. Çünki diş daşının tərkibi bakteriyadır. Ət qaçdıqca sümük qaçır. Elə burada bir sorulma olur ki, bax belə insan sapa sağlam, bu diş sap sağlamdır. Amma belə bu dərəcədə laxlama dərəcəsi olaraq və daha axırıncı stadiyalarda da hardasa artıq hər tərəfə laxlamalıdır. Ağrı var mı? Yox. Heç bir ağrı yoxdur. Lap balaca köklərin ucunda artıq sümükdən daralanmış bir formada durmuşdur. Gördüyünüz bu qara daşlar bunlardır. Bax, bunlar ərp yaradır, eləyir. Bütün sümük buradan çəkilir.